Gəmi Təmir Zavodu, Təmir və Tikinti Zavodunun texniki şöbəsində mühəndis konstruktor olaraq işə başlamışam. Bir müddət burada işlədikdən sonrasa mən həmin zavodun texniki şöbəsinin şöbə müdiri vəzifəsinə təyin edilmişəm. Gənc yaşımdan mənə bu vəzifənin verilməsi, düşünürəm ki, Xəzər dəniz gəmiçiliyinin gənclərə göstərdiyi etimadı nəticəsidir. 2009-cu ildə Azərbaycan Dövlət Dəniz Akademiyasının Dəniz Texnikası və Texnologiyası Mühəndisliyi fakültəsinə qəbul olmuşam. Hərbi xidmətdən qayıtdıqdan sonra gəmi qayırma ixtisası üzrə magistr təhsilinə davam eləmişəm. İşə qəbul prosesində bizdə akademiyada bakalavrda diplom müdafiəsi idi. Diplom müdafiəsi komissiyasının sədri Rəfail müəllim, Rəfail Müsəyyov idi. O bizdə 2 nəfər mənlə başqa bir qrup yoldaşım var idi. Bizim çıxış müdafiəmizi bəyənmişdi və təklif eləmişdi ki, hərbi xidmətdən qayıdanda işləmək istəsəz gələrsiniz, müraciət eləyərsiniz. Və gəldim CV ilə zavoda müraciət elədim. Baxdılar, qiymətləndirdilər, dəyərləndirdilər. Rəfail müəllim özü dedi ki, şəxsən mən bu tələbələrə söz vermişəm. Bunların diplom müdafiəsində müdafiə komissiyasının sədri olmuşam və inanıram ki, bunlara şans versək özlərini göstərə bilərlər. Yəni həmin şansı mənə veriblər. Mən də elə düşünürəm ki, özümü göstərə bilmişəm, doğrula bilmişəm. Texniki şöbə bütün texniki sənədləşdirməni birinci aparır. İlk əvvəl gəmi zavoda gələndə gəmi qüsurlanmalıdır. Qüsurlanmanın da gövdə üzrə texnoloqlarımız var bizim, mexaniki texnoloqlarımız var, elektrik texnoloqlarımız var. Bu texnoloqlar tərəfindən gəmilərə baxış keçirilir, qüsur aktları yazılır. Sonra bu aktlar əsasında artıq təmir işləri başlayır. Yəni təmir işinə başlamaq üçün belə birinci texniki şöbənin əməkdaşları orada işləməlidir, fəaliyyət göstərməlidir. Yəni, zəncirin başlanğıcı da, bitməsi də texniki şöbənin əlindən keçir. Mənim əsas işim bu işləri koordinasiya eləməkdir və çalışmaqdır ki, bütün işlər vaxtında istehsalatı ləngitmədən yerinə yetirilsin. İnsan psixologiyası əlavə bir hobbi kimi mən bəyəndiyim, oxuduğum sahədir. Düşünürəm ki, idarə etmənin də bir hissəsində psixologiya var, hər insana yanaşma tərzi var. Və bundan əlavə olaraq da özüm də müəyyən müddət işlədiyimə görə işlədiyim rəhbərlərin bəyəndiyim idarə etmə tərzini öyrənməyə çalışıram ki, məsəl üçün əvvəl işləmişəm, başqa bir insan rəhbərliyi altında bu insanlara necə davranır, içəri girsən necə qarşılayır. Çalışıram ki, gördüyüm, öyrəndiyim müsbət şeyləri öz təcrübəmdə tətbiq edeyim. Xəzər dəniz gəmiçiliyində çoxlu gənclər fəaliyyət göstərir, akademiyanı bitirmiş tələbələr var, ola bilsin hələ təhsilini davam edən insanlar var. Onlara demək istəyirəm ki, hər şey insanın düşüncəsindən asılıdır, yanaşma tərzindən asılıdır və çəkdiyi əziyyətindən asılıdır. İş kollektivində də danışanda bunu misal olaraq özümü göstərirəm ki, mən rayondan təhsil almışam, orta təhsilini orada bitirmişəm, gəlmişəm bura, indi texniki şöbə rəis vəzifəsində çalışıram və bura gəlməyimdə yalnız çəkdiyim əziyyətlərin çalışmağımın nəticəsidir. Yəni hər bir insan çalışsa istədiyi nəticəni əldə edə bilər.